Salam əziz və dəyərli dinləyicilər. Mən bugün sizə 11-ci sualdan sonrasını izah eləyəcəm. Qeyd edim ki, əvvəlki videolarda 11-ci suala qədər izah eləmişəm. Əslində Səməd Vurğunun sadəcə əsərləri üzərindən baxırıq. Ona görə də yaradıcılığa baxmırıq. Yəni sırf əsərləri üzrə. Lakin 11-ci sual yaradıcılığındandır. Deyir, hansı variantda Səməd Vurğunun yaradıcılığı ilə bağlı verilən fikirlərdən yalnız biri doğrudur? Bir dəqiqə, yaradıcılığı ilə bağlıdırsa və yalnız biri doğrudursa biz D variantını götürürük. Tərcüməçidir. Bircə saniyə, tərcüməçidir veriblər və bir də deyirlər ki, müharibə dövründə dramatik əsər yazmışdı. Bəli, tərcüməçidir, ancaq müharibə dövründə dramatik əsər yazmışdır fikri yanlış fikir olur. Aha. Daha sonra 12-ci suala baxırıq. Deyir, Əsgər obrazının təhlilində bütün yanlış fikirləri tapın. Bütün yanlış fikirlərə baxaq. Əsgər obrazının təhlilində. Vətənpərvərdir, bəli, vətənpərvərdir. İgiddir, bəli, igiddir. Ananın ona münasibəti, onu qəhrəman hesab edir, bəli. Məsələ qəhrəman hesab etdiyi üçün də öz südünü halal edir. Qələbəyə ruhlandırır ana onu, bəli, qələbəyə ruhlandırır. Şairin ona münasibəti, onun yola düşməsini mübaliğəsiz çatdırır. Bu yanlış fikirdir. Hansı ki biz orada görürük ki, bircə saniyə, biz orada nəyi görürük? Görürük ki, belə bir ifadə işlədir. Yaşa dedi, ey qəhrəman, yaşa dedi, ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. Baxın, burada mübaliğədən istifadə olunubdur. Yaşa dedi, ey qəhrəman, yaşa dedi, ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. Deməli, bizim yanlış cavabımız olur Y bəndi. Vaqif əsərindən verilən ilk və son hadisəni nəzərə alaraq boşluğa hansı hadisənin yazılacağını müəyyən edin. Vaqifin Qacara sərt cavab məktubu göndərilir. Vaqifin Qacara sərt cavab məktubu göndərilir. Aha, Vaqif Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir. Deməli, indi bizə ilk və sonu veribdir. İndi bizə ortada olanı istəyir. Xuraman xanın Vaqifdən narazı olmasına görə kədərlənir. Bu əslində bir dəqiqə Vaqifin Qacara sərt cavab məktubu göndərməsi. Bu əslində olacaq burada. Daha sonra Əminə Vaqifin evindəki mehribanlığı görüb sevinir. Bəli, Əminə deməli onların gəlinləri var idi. Gül adı nə idi? Gülnar idi. Gülnarın anası idi və gəlmişdi onlara qonaq. Beyni götürə bilərik. Eldar Vaqifdən xəbər aldıqdan sonra Qacarın qoşununa hücum çəkir. Bu isə sondadır. Qoca da yəni bu hadisədən sonradır. Qoca Qacardan xahiş edir ki, kəndlərin yandırılmasını dayandırsın. Bu da sondadır. Şeyx İbrahim xanın Dağıstana qaçma xəbərini aparır. Bu da sondadır. Deməli, cavabımız olur B bəndi. 14-ə baxırıq. Ananın öyüdü əsərinin məzmunu ilə bağlı fikirlərdən biri yanlışdır. Məzmun deyirsə formaya baxmırıq. Əskər paltarını geyib silahlanıb yola düşməyə hazırlaşır. Bu doğru fikirdir. Xoş səhər, dağlar küləyi əskərin alnından öpür. Doğru fikirdir. Əskər anasını ömür çiçəyinə bənzədir. Əskər anasını yox, anası əskərin ömür çiçəyinə bənzədir. Bu yanlış fikirdir. Qarının ağ birçəyi tarixlərin şahididir. Bəli, bu doğru fikirdir. Ana oğluna südünü halal edir. Bəli, bu da doğru fikirdir. Daha sonra 15-ci suala baxırıq. Verilən misralarla bağlı doğru fikirlər hansıdır? Yaşa dedi, ey qəhrəman, yaşa dedi, ey vətən. Yaşa dedi, yaşa dedi. Bunlar təkrirdir. Ey qəhrəman, ey vətən. Bunlar bədii xitabdır. Burada isə öpdü ana əlindən nədir? İnversiyadan istifadə olunubdur. Deyir, təkrir yoxdur. Bu yanlışdır. Çünki biz təkriri gördük. Yaşa dedi, yaşa dedi. Yalnız bir məqamda bədii xitab işlənibdir. Xeyr, 2 məqamda işlənibdir. Bu da yanlışdır. Çünki ey qəhrəman, ey vətən. Sonra inversiya yoxdur. Niyə? Öpdü ana əlindən inversiyadır. Rədif vardı. Bu da yanlışdır. Rədif nədir? Ümumiyyətlə, rədif bütün beyt və yaxud da bəndlərin sonunda təkrarlanan, həm qafiyələrdən sonra təkrarlanan sözdür. Burada isə elə bir şey görmürük. Təşbih yoxdur. Bəli, bu doğru fikirdir. Təşbih burada yoxdur.
Burada da yaradıcılıqla bağlı bir məqama toxunulub və burada cavabımız Y bəndidir. Nakam məhəbbətin üzüntüləri, Niskili ilə bağlı şeirləri var hər ikisinin. 17-yə baxırıq. Hansı, yəni həm Şəhriyarın, həm də Səməd Vurğunun. Hansı atalar sözləri əsərin ananın öyüdü məzmunu ilə səsləşir? İgidlik döyüşdə məlum olar. Doğrudur. Alnım açıq, üzüm ağ. Bu da doğrudur. İgid oğul düşmənə əyilməz. Doğrudur. Yaxşı at igidin arxasıdır. Bəli, bu da doğrudur. At deyəcəksiniz, nə əlaqə? Hansı ki orada ana deyirdi ki, deməli silahını təmiz saxla, atını tumarla. Yəni burada B bəndidir. Bütün variantlar götürə bilərik. Vaqif əsərinə aid fikirləri seçin. Monoloqlar yığcamlığı, dialoqlar canlı, məntiqli olması ilə əsərdə bədiliyin güclənməsinə əhəmiyyətli təsir etmişdir. Bəli, biz bilirik ki, dram əsərdir və dram əsərində dialoqlar da var, monoloqlar da olur. Doğru fikirdir. Əsərdə vətənpərvərliyin qızğın təbliği var. Doğru fikirdir. Xuraman şöhrət və dəbdəbə əsiridir. Bəli, biz bunu harda görürük? Məsələn, orada qarının sözlərinə aldanması, daha sonra şeyxin sözlərinə aldanıb bir növ Vaqifin başını aşağı salması da, yəni İbrahim xanla münasibəti. Vidadi təvazükar, sadə yaşayan, zülmə nifrət edən obrazdır. Doğru fikirdir. İbrahim xanla Vaqifin xalqa münasibəti fərqlidir, tamamilə fərqlidir. Bəli, doğru fikirdir. Cavabımız olacaq Y bəndi. 19-a baxırıq. Sual işarəsinin yerinə hansı fikir yazılmalıdır? Ananın öyüdü. Ananın öyüdü bədii forma. Deməli, bədii forma istəyir və bədii formaya aiddir. Əsərdə inversiyadan istifadə olunub. Şeirin vahidi bənd deyil. Bəli, çünki biz əsərin ilk, belə deyək, misralarında görürük ki, A, B, A, B kimidir. Amma sonraları isə, deməli, bir dəqiqə, C, sonra D, bax bu formada qafiyələnibdir. Ananın övladını döyüşə yola salarkən keçirdiyi hisslərdən bəhs olunur. Bu doğru fikirdir, amma bizdən bədii forma istəyirsə bu məzmuna aiddir. Ona görə məzmuna aid götürə bilmərik. Daha doğrusu formaya götürə bilmərik məzmuna aid olduğu üçün. İdeyası döyüşə gedənlərə ürək dirək verməkdir. İdeyası əslində bir növ əsərin məzmunu ilə bağlıdır. Amma əsas ideyası orada nədən ibarət idi? Əsas ideya orada igid oğul düşmən qarşısında əyilməz. İgid oğul düşmən, düzdür, bu da götürülə bilər, amma bizim ideyamız təbii ki məzmunla bağlı olduğu üçün onu götürə bilmərik. Əruz vəzninin səri bəhrindədir. Xeyr, yanlışdır. Rədifdən istifadə olunub. Rədif, bu əsərdə rədif məncə yoxdur. Baxın bir daha. Xeyr, burada rədif yoxdur. Yanlışdır. İlk 4 misra xaric, qalan misralar məsnəvi formasında qafiyələnir. Bəli, doğru fikirdir. Yeni götürmüş oluruq. Hansı obraza aid yanlış məlumat verilmişdir? Vaqif Qacarın hüzurunda özünü vüqarlı aparır. Doğru fikirdir. Şeyx İbrahim xanın qaçma xəbərini Qacara çatdırıb ona öz hörmətini ifadə edir. Doğru fikirdir, çünki yaltaq idi. Vidadi Qacardan xahiş edir ki, Vaqifi bağışlasın. Bəli, doğru fikirdir. Qacar Vaqifə, o da deyir ki, yalnız əllərin kəssəm bağışlayaram. Qacar Vaqifə təklif edir ki, türkcə yazsın. Türkcə yox, farsça. Gürcü əsirlərin qaçmasına imkan yaradır qapıçı. Bəli, doğru fikirdir. Cavabımız olur D bəndi. Klasteri tamamlayan fikirləri seçin. Səməd Vurğun yalnız nəzmlə yazıb, doğru fikirdir. Deməli, bizdən doğruları istəyir. Həyata əks etdirmə üsullarının hamısından istifadə edibdir. Doğru fikirdir. Həm lirik, həm epik, həm də dramatik növdə yazıbdır. Bircə saniyə. Deməli, şairin andı, hərəkət, fanar şeirlərində müəllifin yeniliyə can atması əks edilib. Yanlış fikirdir. Yaradıcılığında həm nəzmlə, həm də nəsrlə yazılan dram əsəri var. Xeyr, yalnız nəzmlədir. Macəra, Muradxan kimi poemalar müəllifin özünü yenidən qurma dövrü üçün səciyyəvidir. Yanlışdır. Poemalarında biri dini kitabə əsasında yazılıb. Bəli, bu da doğru fikirdir. Deməli, cavabımız olacaq 1 və 5, yəni D bəndi. 22-yə baxırıq. Azərbaycan şeiri ilə bağlı düzgün fikirləri müəyyən edin. Fikri. Deməli, vətən və ana anlayışları arasında fərq ifadə edilib.
Xeyr, fərq deyil, oxşarlıq ifadə edilib. Necə ki, ananı sevirik, vətəni də ana kimi sevirik. Vətəndən ayrı qalanların səsi əks edilib. Xeyr, belə bir şey yoxdur. Vətəni bəyənməyənlər tənqid edilir, yanlışdır. Xalqımızın qonağa olan hörməti əks edilib, yanlışdır. Əsərdə rədifdən istifadə edilməyib, bu doğrudur. Azərbaycan şeirində rədif yoxdur. Vaqif dramına əsasən səbəb-nəticə cədvəlindən doğru fikri seçin. Səbəb: Xuraman Vaqifin vəzirlikdən qovulacağını eşidir. Nəticədə Vaqifə bu xəbəri verir. Narahat olmamasını deyir. Narahat olmamasını yox, narahat olmasını deyir. Bu yanlış fikirdir. Çünki Xuraman biraz şan-şöhrətə meyilli idi deyənə narahatlığını bildirir. Vaqif sarayda qalmağa məcbur olduğunu deyir. Nəticədə Vidadi könülsüz də olsa öz kəndinə qayıdır. Xeyr, qayıtmır. Belə deyək, orada bir konflikt baş verir. Hansı ki, Eldar üstündə dava deməyək, bir konflikt yaranır. Və Vidadi görür ki, vəziyyət pisdir də. Vaqiflə İbrahim xan arasında bir münaqişə yaranır, bir konflikt yaranır və deyir ki, səni mən bu vəziyyətdə qoyub gedə bilmərəm. Vaqiflə Qacar arasında mübahisə yaranır. Nəticədə Vaqif Qacarı dinləyən qazdır deyə susturur. Vaqif Qacarı yox, Vaqif vəziri burada dinləyən qazdır deyib susturur. Bu da yanlışdır. Şeyx Qacarı qarşılayıb vətəni ona verdiklərini deyir. Nəticədə İbrahim xan bu satqınlığı şeyxə bağışlamır. İbrahim xanın heç izi tozu qalmamışdı. O ki, qaldı bağışlamağa. İbrahim xan qoyub vətəni qaçmışdı. Şuşanın təslim edilməyəcəyini Qacar bilir. Hardan bilir? Deməli, Vaqifin məktubunu alır və nəticədə əsəbləşir. Gürcü qardaşları vuruşmağa məcbur edir. Bəli, bu doğru fikirdir. Deməli, Y bəndi oldu. Ananın öyüdü şeirinə əsasən klasteri tamamlayın. Doğru fikirləri istəyir bizdən. Şeir arxa cəbhə insanlarının dilində əzbərə çevrilmişdir. Doğru fikirdir. Əsərdə real döyüş səhnələrinin təsvirinə yer verilmir. Doğru fikirdir. Daha sonra ana övladına açıq döyüşdən çəkinməyi, ehtiyatlı olmağı tövsiyə edir. Ana ümumiyyətlə ruhlandıran bir obraz idi və oğlunu qəhrəmanlığa səsləyirdi. O açıq döyüşdən çəkinməyi necə təklif edə bilər? Bu yanlış fikirdir. Döyüşçüyə xas olan xarakterik cizgilər müəllifin yox, ananın dilindən səsləndirilir. Bu doğru fikirdir. Əsərdə müəllif müharibəni insanlıq üçün şər, bəla kimi qiymətləndirilib. Bax bu fikir müəllifin başqa əsərlərində özünü göstərir. Bu əsərində yox. Cavabımız olacaq 1, 2 və 4. 1, 2 və 4, yəni A bəndi. 25-ə baxırıq. Vaqif dramına əsasən doğru fikri müəyyən edin. İnsan xarakterindəki təzadlı məqamın təsviri Vaqifin simasında ümumiləşdirilib. Bu yanlış fikirdir. Təzadlı o deməkdir ki, həm müsbət, həm də mənfi xüsusiyyətləri olsun. Lakin Vaqifdə biz mənfi xüsusiyyət görmürük axı. Vidadi dosta yaxınlığı, xalqa bağlılığı ilə diqqət cəlb edən ittihamçı obrazdır. Bura qədər yaxşı gəlmişdi, amma ittihamçı sözü bu fikri pozur, yanlış fikirdir. Vaqif saraylara düşmənin yanlış olmasını dərk edir. Saraylara düşmənin yanlış olmasını dərk edir. Bunu Xuramana da deyir. Bəli, bu doğru fikirdir. Hətta sarayları qan çanağı adlandırır. İbrahim xan Vaqiflə əks mühitdə dayanan, özünü xalq naminə fəda edən obrazdır. Həm də fəda edən. Onda belə çıxır ki, Vaqif pisdir. İbrahim xan yaxşıdır da. Xeyr, bu yanlış fikirdir. Eldar müxtəlif obrazlar tərəfindən Əli bəyin məclisində təriflənən sadə el adamıdır. Eldar yazığı yalnız Vaqif tərəfindən təriflənirdi. Başqa adamlar tərəfindən təriflənmir. Deməli, bu da yanlış fikirdir. Cavabımız olur C bəndi. 26-ya baxaq. Klasterin boş xanasına yazıla bilməyən fikri müəyyən edin. Ana oğlunun döyüşə getməyinə kədərlənmir. Doğru fikirdir. Onda doğrudursa, bura yanlışları istəyir bizdən. Onun dilindən övlada ruh yüksəldici sözlər söylənilir. Doğru fikirdir. Oğluna olan dəstəyini görən övladı onun əlindən öpüb döyüşə gedir. Bax, bu yanlış fikirdir. Çünki orada bir belə oxuyacağım indi sizə. Baxın, deyir ki, yay günün xoş səhəri bir də dağlar küləyi, ana getdim salamat qal deyib öpdü qarını. Baxın, deyib öpdü qarını, demir ki əlindən. Amma sonda isə müəllifin sözləri var, deyir, yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən. Sonra şair dodaqları öpdü ana əlindən. Görürsünüz, şair dodaqları. Deməli, ananın əlindən öpən kimdir? Şair, müəllif. Burada isə nə verilibdir? Burada isə güya oğul öpübdür. Bu yanlış. Düzdür, ana
nədir? Əskər oğlan anasını öpür, amma əlindən yox, ümumiyyətlə deyir, öpdü qarını deyir. Deməli, övladını qürurla döyüşə göndərən anaların ümumiləşdirilmiş simasıdır. Bəli, doğru fikirdir. Öz övladına zamanı çatanda edəcəyi işlərdən öncədən xəbər verir. Bəli, doğru fikirdir. Xalq adətinə əsaslanmış məqam onun vasitəsilə həyata keçirilir. Bəli, doğru fikirdir. Deyir, hardaydı o xalq? O fikri deyim, deyir. Əskər artıq yola düşdü, dağ tərpəndi yerindən, günəş yaydı şöləsini vətənin göylərindən, ana baxdı öz oğluna, su da səpdi dalınca, şair qəlbi bu səhnədən ilhamını alınca. Su səpmək burada xalq adətinə əsaslanmış bir məqamdır, doğru fikirdir. 27-yə baxırıq. Səməd Vurğunun Azərbaycan şeiri ilə bağlı yanlış fikri bizdən istəyir. Şair vətənindəki ürək açan mənzərələrdən, vətənin gözəlliklərindən danışır. Bəli, biz bunu harda görürük? Sıra dağlar, Gendərələr, ürək açan mənzərələr, ceyran qaçar, cüyürmələr, nə çoxdur oylağın sənin, aranın, yaylağın sənin. Bu doğru fikirdir. Əsərdə klassiklərimizin də adı çəkilir. Bəli, Nizamilər, Füzulilər deyir. Harda deyir? Ölməz könül, ölməz əsər. Bu arada ölməz könül, ölməz əsər epitetdir. Nizamilər, Füzulilər, əlin qələm, sinən dəftər. Əlin qələm, sinən dəftər deyir. Bu təşbihdir. Yəni əlin qələm kimidir, sinən dəftər kimidir. Bunu əsərin təhlilində mən oxumuşam, təhlili yerləşdirmişəm. Orada təhlildə metafor kimi veriblər. Metafor deyil, bu təşbihdir. Aydındırmı? De gəlsin hər nəyim vardır, deyilən söz yadigardır. Belə, deməli, bu da doğru fikirdir. Bakını nazlı şəkildə təsvir edən müəllif epitetdən istifadə edib. Bu yanlışdır. Bu onun digər əsərinə aiddir. Amma burada nazlı ifadəsi işlənib. Deyir, nazlandıqca sərin külək, sahillərə sinə gərək, bizim Bakı, bizim ürək, nə işıqdadır qüvvət sözü, səhərlərin ülkər gözü. Burada nazlı Bakı demir. Burada nazlandıqca sərin külək deyir. Nazlı Bakı başqa bir əsərdədir. Qəlbin, könlün vətəndən ayrılmayacağı əks olunub. Bəli, bu da doğru fikirdir. Deyir, mən bir uşaqsan bir ana, odur ki bağlıyam sana, hanki səmtə, hanki yana, hey uçsam da yuvam sənsən, elim, günüm, obam sənsən. Deməli, ölkənin nəhs aylara, illərə düşməsi də lirik qəhrəman tərəfindən çatdırılan məqamlardandır. Bəli, doğru fikirdir. Düşdün uğursuz dillərə, nə saylara, nəsillərə, nəsillərdən nəsillərə keçən bir, nə deyir? Keçən bir şöhrətin vardı, oğlun qızın bəxtiyardı. 28-ə baxırıq. Kaş ki düşməyəydim bu saraylara, yanıldım doğrusu, uyub aldandım. Vaqif bu sözləri kimə deyərək peşmanlığını ifadə edir? Təbii ki, Xuramana deyir. 29-a baxırıq, deyir, Səməd Vurğun Vaqif dramında verilən nümunələrə əsasən Eyler-Venn diaqramından uyğun fikirləri müəyyən edin. Bir bax gözlərinə, baxışı qandı. Kəndə qarışıqlıq salanlardandır. Bu, Vaqifin oğlu Əli bəyin toyunda deyilən bir fikirdir. Şeyx tərəfindən İbrahim xana deyilir. Eldar üçün deyilir. Yəni Eldar barədə Şeyx İbrahim xana deyir. Bu sözlər şeyxindir. Şeyx. Kim barədə deyir? Eldar barədə. Onun görkəmindən iyrənməyinsiz bir kəndli babadır, vicdanı təmiz. Bunu isə kim deyir? Vaqif deyir. Kim barədə deyir? Yenə Eldar barədə deyir. Deyir, tam qafiyədən istifadə edilibdir. Birinciyə aid deyir. Baxaq. Bir bax gözlərinə, baxışı qandır, kəndə qarışıqlıq salanlardandır. Bax, burada andır, andır. Görürsünüz, andır, andır. Bəli, zəngin qafiyə var. Amma burada isə iyrənməyinsiz, vicdanı təmiz. Burada iz, yoxsul qafiyə yaradıbdır. Deməli, müəllif tam qafiyədən istifadə edilib. Bəli, bu doğru fikirdir. Biri götürə bilərik. Aid olduğu əsərdə müəllif təhkiyəsinə yer verilir. Aid olduğu əsər dram əsərdir və dram əsərində təhkiyəyə yer verilmir. Təhkiyəyə epik əsərlərdə yer verilir. Eldar obrazı haqqında söylənilən fikirdir. üçün bəli, ortaq fikirdir, doğrudur. Fikri söyləyən obraz Qacıra İbrahim xanın qaçma xəbərini gətirir. 4-də. Bu aiddir birinciyə. Bu 4 aiddir birinciyə. Biz bunu 4-ü bura yazmalıyıq. Çünki şeyx idi bu. Şeyx idi. Ancaq bunu ortaq götürüblər. Bu yanlışdır. Daha sonra
Eldara qarşı yuxarı təbəqə nümayəndəsinin müsbət düşüncəsi ifadə olunub 5-dədir. Bəli, burada biz Vaqifin dilindən eşidirik. Doğru fikirdir. Vaqifin dostu haqqında söylədiyi fikirlərdə dialoqun qarşı tərəfi məclisdəki bütün yuxarı təbəqə insanlarıdır. Dostu haqqında dedikləri, dostu aşağı təbəqə nümayəndəsi idi. Yuxarı təbəqə nümayəndələri haqqında demir. Əksinə, aşağı təbəqə nümayəndələri haqqında deyir. Bu yanlışdır. Deməli, cavabımız olur 1, 3, 5, yəni A bəndi. Ananın öyüdü əsərinə əsasən doğru fikirləri seçin. Övladını döyüşə yollayan ananın kədərə əks olunub yanlış fikirdir. Anasından göz yaşı ilə ayrılan övladın vətən üçün döyüşə getməsi tək təsəllisidir, yanlış fikirdir. Çünki göz yaşı ilə ayrılmır. Əksinə, ananın qəlbi oğlunun igidliyindən ilham alınca ona yaşa deyib bağrına basır. Ananın qəlbi yox, şairin qəlbi ilham alır. Gəlin oxuyaq o misranı. Deyir, yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən, sonra şair dodaqları öpdü ana əlindən. Hə, deyir ki, ana baxdı öz oğluna, su da səpdi dalınca, şair qəlbi bu səhnədən ilhamını alınca. Yaşa dedi ey qəhrəman, yaşa dedi ey vətən, sonra şair dodaqları öpdü ana əlindən. Burada şair qəlbi bu səhnədən ilham alır, ananın qəlbi yox. Deməli, yanlış fikirdir. Hə, biz bunu niyə işarə? Bizdən doğrunu istəyir, bəli, doğrunu istəyir. Ananın son sözləri və xalq adətindən istifadəsi oğlu gedəndən sonra ifadə olunub. Oğlu gedəndən sonra yox, elə oğlu orada olarkən ifadə olunubdur. Oğlu orada olarkən, baxın, deyir ki, ana baxdı öz oğluna, su da səpdi dalınca, şair qəlbi bu səhnədən ilhamını alınca. Yəni, oğluna baxırsa, deməli, hələ getməyib də, hələ oradadır. Ananın məğrurluğu ifadə olunub, bəli, bu doğru fikirdir. 31-ə baxırıq. Vaqif piyesinə aid olan fikirdir. Əsərdə Vaqifi saraya dəvət edirlər, rədd edir. Vaqifi yox, Vidadini dəvət edirlər. Bizə aid olan fikri istəyir. Burada Vidadini dəvət edirlər. Hansı saraya dəvət edirlər? Gəncədə Cavad xan dəvət edirdi, amma Vidadi getmirdi. Qacar Vaqifi yaşadıqca qorxu kimi qiymətləndirir, onu öldürür. Bu yanlış fikirdir. Düzdür, onu qorxu kimi qiymətləndirir, amma öldürmək məsələsi yoxdur. Vaqifin vicdanında qanun qorxusu olmadığını Qacarın vəziri deyir. Yanlış fikirdir. Elə Qacarın, yox, bunu şeyx deyir, şeyx. Yoxdur vicdanında qanun qorxusu. Bunu şeyx deyir. Qacar Vaqifi dinin düşməni adlandırır. Bu doğru fikirdir. Vaqifə görə qədir bilməzlər yaşamalı deyil. Vaqifə görə yox, Vidadiyə görə. Cavabımız olacaq burada D bəndi. Qacar Vaqifi dinin düşməni adlandırır. Belə, daha sonra 32-yə baxırıq. Azərbaycan şeirinə aiddir. Əsərin adı rədifə əsasən müəyyən edilib. Ümumiyyətlə, əsərdə heç rədif yoxdur. Əsər lirik əsər olduğu üçün ideyaya yer verilmir. Elə bir şərtimiz yoxdur ki, lirik əsərdirsə orada ideya olmasın. Bu yanlış fikirdir. Lirik əsərdə də, epik əsərdə də ideyaya yer verilə bilər. Vətənin gözəlliklərini əks edən müəllif vətəndən kənar olduğu üçün təəssüflənir. Xeyr, belə bir fikir yoxdur. Kənar deyildi. Ölkəmizin uğursuz dillərə düşməsi əks olunub. Bəli, düşdün uğursuz dillərə, nə saylara, nəsillərdən nəsillərə keçən bir keçmişim vardı. Oğlun qızın nədir? Bəxtiyardır. Qarabağın işğal edilməsi fikri əsərdə özünü bədii şəkildə göstərir. Xeyr, yanlış fikirdir. Cavabımız olur D bəndi. Günahsız qanlarmı gözümə durur? Bu fikir hansı əsərdə səsləndirilir və həmin məzmun uyğunluğuna hansı əsərdə gəlirik? Bu, Səməd Vurğunun Vaqif əsərində Qacar tərəfindən deyilir. Bir də Basatın Təpəgözü öldürdüyü boyda Təpəgözün dilindən deyilir. Bu doğru fikirdir. Elə 33-də cavabımız olur A bəndi. 34-də Vaqif dramına aid olan fikirdir. Vaqif Qacarın simasında ədalətsiz hakim təbəqəyə İbrahim xanın timsalında işğalçılara qarşı durur. Bu yanlış fikirdir. Vaqif Qacarın timsalında yox, İbrahim xanın timsalında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında isə işğalçılara qarşı dururdu. Yanlış fikirdir. Yəni, bu Qacarla İbrahim xanın yeri dəyişdirilməlidir. Vaqifin vicdanında qanun qorxusu olmadığını Qacarın vəziri deyir. Bunu vəziri yox, şeyx deyir. Yoxdur vicdanında qanun qorxusu. Deməli, bu da yanlış fikirdir. Eldarın dəstəsi döyüşərək əsirlikdə olan gürcüləri azad edir. Əsirlikdə olan gürcüləri azad edən qapıçıdır.
Eldarın dəstəsi deyil. İbrahim xanla Vaqif arasında Eldar gili bilirsiniz kimi azad eləyir? Vaqifi, Əli bəyi, onları azad eləyir. İbrahim xanla Vaqif arasındakı ilk fikir ayrılığı Əli bəyin toyunda olur. Bəli, Eldarın üstündə olur özdə. Eldarın Vaqif tərəfində idi, amma təbii ki, İbrahim xan isə yox. Vaqifin sözləri muğam üstündə oxunarkən Qacar şeyxə onun böyük bir qüdrət olduğunu deyir. Şeyxə yox, vəzirə deyirdi. Vəzirə deyirdi. 35. Səməd Vurğunun Ananın öyüdü əsəri ilə bağlı doğru olmayan fikri müəyyən edin. Ananın davranışında xalq adətinə də yer verilib doğru fikirdir. Su səpir arxasınca. Ana oğluna ömür çiçəyim, göz bəbəyim deyə müraciət edir. Doğru fikirdir. Ana bildirir ki, mən sənin anan olsam da, sən bu ana vətənin çörəyi ilə böyümüsən. Doğru fikirdir. Ana oğlunun yaxşı sorağını eşitmək istəyir. Doğru fikirdir. Ananın nitqindən bəlli olur ki, ana hərb sənətinin sirlərinə bələddir. Bu yanlış fikirdir. O sadəcə ona məsləhətlər verir. O da bir növ mənəvi cəhətdən ruh yüksəliyi üçün. Yoxsa da hərb sənətinin sirlərinə bələd olmaq sanki o texnikaların. Orada sadəcə deyir ki, silahını təmiz saxla, atını da tumarla. Bu onun hərb sənətinə bələd olmağı demək deyil axı. 36-ya baxırıq. Səməd Vurğunun Vaqif dramı ilə bağlı yanlış və doğru ardıcılığı müəyyən edin. Dramatik növdə yazılıb, əsərdə müəllifin prototipi yaradılıb. Düzdür, dramatik növdədir, amma prototip yaradılmayıbdır. Yanlış fikirdir. Əsərdə Vaqifə və Vidadiyə edilən təkliflər onlar tərəfindən rədd edilir. Vaqifə hansı təklif olunmuşdu? Vaqifə farsça yazmaq təklifi olunmuşdu Qacar tərəfindən. Vidadiyə isə Gəncə sarayına Cavad xan tərəfindən vəzir kimi gəlsin, orada belə deyə yaşasın təklifi var idi, amma heç bir təklif qəbul olunmur. Rədd edir, bəli, doğru fikirdir. Eldarın qoşunu gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Təşbih işlənib. Təşbih nədir? Təşbih bənzətmədir. Burada isə sərçə kimi qırmaq litotadır. Litota. Təşbih veriblər. Heç olmasa mübaliğə də versəydilər, biraz çaşardı adam. Təşbih birbaşa bənzətmədir deyənə. Hə, kimi sözünə görə. Yox, sərçə kimi burada litotadır. Litota. Qurban qəşəng səliqəli yazın. Daha sonra gərək yaşamasın, deməli bu da yanlışdır. Gərək yaşamasın Qədir naşünas ifadəsi Vaqifə aiddir. Xeyr, Vaqifə aid deyil. Qədir naşünas bu Vidadiyə aid olmalıdır, səhv eləmirəmsə. Gərək yaşamasın Qadir naşünas, yəni qədir bilməyənlər. Bu Vidadiyə yox, şeyxə də oxşada bilərik bunu. Bircə saniyə baxım görüm şeyxin sözü varmı orada? Görüm, əgər uzun çəksə, sonra videoya əlavə deyərəm. Vaxtımız getməsin. Bircə saniyə. Bu yəqin ki, uzun versiyada olmalıdır. Bunu bilirəm, var idi, amma tam olaraq bilmədim hansının dilindəndir. Baxıb sonra bunu qeyd edərəm. Neçənci sualdır bu? 36-cı sualın. Bu mütləq ki, elə şeyxin dilindən olacaq, amma tam dəqiqləşdirib daha sonra deyərəm. Amma Vaqifin dilindən olmadığını əminliklə deyə bilərəm. Yəni, Vaqif demir bunu. Cavabımız olacaq, deməli, ya şeyxin, ya da İbrahim xan. Bu yaşamasın sözü kimə aid ola bilər ki? Yəqin ki, mənfi obraz olar da. Deməli, cavabımız olacaq yanlış, doğru, yanlış olacaq cavabımız C bəndi. Səməd Vurğunun Vaqif dramına əsasən hansı fikrin doğru olmadığını müəyyən edin. Əsərin mükəmməl kompozisiyası, sujet əlvanlığı onun bədiliyini şərtləndirən mühüm vasitələrdəndir. Doğru fikirdir. Vidadini yalnız sədaqətli dost kimi təqdim edən müəllif onun sədaqətini sübut edən səhnəyə də yer verir. Yalnız sədaqətli dost kimi deyə bilmərik. Bu yanlış fikirdir. Çünki Vidadi həm xalqına bağlı, vətəninə bağlı bir şair kimi, daha sonra yüksək, belə deyək, insani mənəvi keyfiyyətlərin təcəssüm etdiyi, təcəssüm tapdığı, belə deyək, təsviri verilən bir obrazdır. Sadəcə sədaqətliliyi ilə seçilmir o.
Bu yanlış fikirdir. İbrahim xanın simasında Eldar ədalətsiz hakim təbəqəyə qarşı duran vətənpərvər bir qəhrəman idi. Bəli, bu doğru fikirdir. Əsərin ümumi ruhuna uyğun olaraq İbrahim xan əks qütbün təmsilçisi rolunda idi. Bəli, doğru fikirdir. Pyesi yalnız Vaqifin həyatı ilə bağlamaq doğru deyil, doğru fikirdir. Çünki burada ümumi bir vətəndən söhbət gedir, işğallardan söhbət gedir. Burada sadəcə Vaqifin həyatı verilmir ki. Vaqif əsərinə əsasən uyğunsuzluğu bizdən istəyir. Yəni burada yanlış, burada isə doğru fikirləri. Teymurun gətirdiyi xəbərdən aydınlaşır ki, Eldarın dəstəsi hücuma keçib. Teymurun yox, əskər bu xəbəri gətirir. Qacar Vaqifi böyük təhlükə kimi dəyərləndirmir, yanlış fikirdir, dəyərləndirir. Vəzirə deyir bu sözləri. Nifrət qan çanağı taclara nifrət misrasında metonimiya işlənibdir. Bəli, bu doğru fikirdir. Qan çanağı taclar. Taclar deyəndə burada bir növ belə deyək, yüksək vəzifələr nəzərdə tutulur. Vaqifin qənaətinə bozarmış üzlər bir daha qızarmaz. Vaqifin qənaətincə bu doğru fikirdir. Bunu şeyxə ünvanlamışdı. Vaqif Vidadi ilə dialoqunda Vidadidən özünün xoşbəxt olub olmadığını soruşur. Baxın, bax bu məsələ. Bu yanlış fikirdir. İndi bunu deyəcəm sizə nəyə görə yanlış fikirdir. Bircə saniyə bunu deyəcəm indi sizə. Baxın. Burada çəkib saxlamışdım ki, bunu sizə göstərim. Görürsünüz, deyir, könlümdə, Vaqifin sözlərinə baxın, deyir, könlümdə dünyanın min sirri vardı. Ah, duyan, düşünən nə bəxtiyardı. Dəryalar üstündə süzən sonalar, siz ey göy üzündə uçan durnalar, deyin xoşbəxtdənmi? Görürsünüz, durnalara müraciətləndir. Deyir, siz ey göy üzündə uçan durnalar, deyin xoşbəxtdənmi? Durnaları nəzərdə tutur, Vaqifi nəzərdə tutmur. Deməli, qocanın, yəni burada deyir ki, Vaqif Vidadi ilə dialoqunda Vidadidən özünü, Vidadidən yox, durnalardan soruşur. Aydındırmı? Qocanın Qacara dediyi burada Koroğlular at oynatmışdır misrasına kinayəyə yer verilib. Xeyr, bu yanlış fikirdir. Kinayəyə yer verilməyibdir. Bizdən uyğunsuzluğu deyirsə doğrudan yanlışı, yanlışdan doğrunu götürəcəyik. Yəni cavabımız olacaq 1, 2 və 4. Yəni A bəndi. 39-a baxırıq, 39-cu suala baxırıq. Deməli, Səməd Vurğun Vaqif dramı ilə bağlı yanlış fikri müəyyən edin. Vidadi hökm verənin hökmü ilə vicdanı qardaş olmalıdır fikrini ifadə edib, daha sonra Qacardan əfv eləyir. Deməli, Səməd Vurğunun deyir, Vaqif dramı ilə bağlı yanlış fikri. Yanlış fikir istəyirsə baxaq. Vidadi hökm verənin hökmü ilə vicdanı qardaş olmalıdır fikrini ifadə edib, daha sonra Qacardan əfv eləyir. Bu doğru fikirdir. Dramatik növdə yazılan əsərdə bəzi məsələlərin təsviri həmin illərdə oxşar mövzularda yazılan əsərlərin məzmunundan kəskin fərqlənir. Xeyr, həmin illərdə yazılan deməli, oxşar mövzuların yazılan əsərin məzmunundan kəskin şəkildə fərqlənmir. Bənzərlik təşkil edir. Bu yanlış fikirdir. Bu hansı olacaq? B bəndi. C-yə baxaq, şahların gözünün dünyadan doymadığını deyən Vaqif, Qacarın qatır cinsindən olan nəslinin artıb törəməyəcəyini deyir, doğru fikirdir. Əsərdə Xurşudbanu Natəvan pyesindəki kimi xalqına, milli köklərinə sadiq olmayan könüllü manqurtlara da rast gəlinir. Məsələn, şeyx obrazı, şeyx. Bu da doğru fikirdir. Eldar İbrahim xanın simasında ədalətsiz hakim təbəqəyə, Qacarın timsalında işğalçılara qarşı duran vətənpərvər bir qəhrəmandır. Bu da doğru fikirdir. Deməli, 39-da bizim cavabımız olacaq nə? C bəndi. C bəndi, bircə saniyə, 39-da bizim cavabımız C niyə çıxıbdır? Mən B götürmüşəm. Dramatik növdə yazılan əsərdə bəzi məsələlərin təsviri həmin illərdə oxşar mövzularda yazılan əsərlərin məzmunundan kəskin fərqlənir. Şahların gözünün dünyadan doymadığını deyən Vaqif, Qacarın qatır cinsindən olan nəslinin artıb törəməyəcəyini deyir. Şahların gözünün dünyadan doymadığını deyən Vaqif, Qacarın qatır cinsindən olan nəslinin artıb törəməyəcəyini deyir. Qatır cinsisiniz, doğub törəməz. Bu fikri deyir də. Bu fikri deyir axı. Bəs dramatik növdə yazılan əsərdə bəzi məsələlər bizə nə istəyir? Yanlış fikri istəyir bizdən. Yanlış fikir kəskin fərqlənir. Deməli, dramatik növdə yazılan əsərdə bəzi məsələlərin təsviri həmin illərdə oxşar mövzularda yazılan əsərlərin məzmunundan kəskin fərqlənir. 39-da cavabı burada C götürüblər.
Şahların gözünün dünyadan doymadığını deyən Vaqif Qacarın qatır cinsindən olub nəslinin artıb törəməyəcəyini deyir. Baxaq bir dənə o fikrə. Bircə saniyə. Deyir, razıyam böyük hökümdar, mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz, qatır cinsiniz doğub törəməz. Şahların gözünün dünyadan doymadığını deyən Vaqif, Qacarın qatır cinsindən olan... şahların gözünün dünyadan doymadığını deyən Vaqif. Deməli, onda belə bir fikrə yer verilməyib də, ona görə yanlış götürüblər. Deməli, şahların gözünün doymadığını, bax bu fikri Vaqif demir, ona görə də bunu yanlış götürüblər. Buradan bu tərəfi doğrudur. Vaqif Qacarın qatır cinsindən olan nəslinin artıb törəməyəcənidir. Nəslinin qatır cinsisiniz, doğub törəməz. Amma şahların gözünün doymadığını bu fikri görmürük. Ona görə bunu yanlış götürüblər. Görək bəs B-ni niyə görə doğru götürüblər? Dramatik növdə yazılan əsərdə bəzi məsələlərin təsviri həmin illərdə oxşar mövzular, bəzi məsələlərin təsviri, bəzi məsələlərin. Tamam, 40-a baxırıq, deməli burada cavabı C götürüblər. 40-da Cəfər Cabbarlının Oqtay Yoloğlu əsərindən verilən fikirlərdən biri doğru və yanlış olmaq baxımından digərlərindən fərqlənir. Baxaq, deyir ki, Oqtay Yoloğlu əsərindən verilən fikirlərdən biri doğru və yanlış olmaq baxımından. Oqtayın ətrafında onun qayəsini anlamayanlar, işləməyi maddiyyata bağlayanlar var idi. Bu doğru fikirdir. Hansı ki, məsələn, deyirdilər ki, heç nəyimiz yoxdur əlimizdə. Orada kim var idi? Əsəri çoxdan oxumuşam, yadımda da qalmayıb bu obrazlar. Məsələn, şey var idi. Xaspolad var idi, Şəkinski var idi. Onlar belə fikirdə idi. Səmədin Oqtay ilə olan diyaloqundan aydınlaşır ki, həmin vaxt Oqtay Firəngizi sevsə də nişanlı idi. Səmədin ondan aydınlaşır ki, bir dəqiqə. Onda hələ axı Oqtay Firəngizi sevmirdi. Səmədin Oqtay ilə olan diyaloqundan aydınlaşır ki, həmin vaxt Oqtay Firəngizi sevsə də nişanlı idi. Yox, hələ orada Firəngiz söhbəti yox idi. Bu cavabımız bizim yanlışdır. Deməli, Oqtaya oyunu saxlamağı təklif edən Dursun, həmçinin Tabasaranski ilə bağlı fikir də deyir. Dursun, Tabasaranski barədə. Bu yanlış fikirdir. Tabasaranski özü orada Xaspolad barədə fikir deyir. Aslan bəyə Upravaya üzv olduğunu deyən Nadia Firəngizlə bağlı məlumatlar da deyir. Aslan bəyin deyir, Upravaya üzv olduğunu deyən Nadia Firəngizlə bağlı məlumatlar da deyir. Doğru fikirdir. Yox, yanlış fikirdir. Nadia Firəngizlə bağlı məlumatlar da deyir. Aslan bəyin Upravaya üzv olduğunu deyən Nadia Firəngizlə bağlı məlumatlar da deyir. Xeyr, Firəngizlə bağlı sadəcə utancaq olduğunu deyir. Deyir, sizin yanınıza deyir, gəlmək istəyirdi, amma deyir, neçə vaxt deyir, gəlib utanır, deyir, heç nə gülü deyir, təqdim edə bilmir. Oqtay və onun uğursuz fəaliyyəti faciənin əsas diqqət cəlb edən nöqtəsidir. Onun uğursuz fəaliyyəti deyirsə, onun axı fəaliyyəti uğursuz deyil idi. O nə qədər gənclərin belə də inkişaf etməsinə şərait yaratmışdı. Cavabımız olur B bəndi. 41-ə baxaq. Aşağıdakı obyektlərdən birinin tərənnümü Azərbaycan şeirində verilməmişdir. Bakı şəhəri var. Kəpəz dağı, Dağlıq Qarabağ var. Qazax şəhəri var. Göygöl var. Kəpəz dağı. Bircə saniyə. Obyektlərdən birinin tərənnümü deyir, Azərbaycan şeirində verilməmişdir. Kəpəz dağı, Dağlıq Qarabağ. Baxaq bir dənə şeirə. Şeirə baxaq, görək hansının verilib, hansının verilməyib. Baxın, burada kəpəzin adı çəkilir. Harada görürük kəpəzin adını? Kəpəz idi, yoxsa? Bir dəqiqə.
Qarabağın adı var. Deyir, havalansın xanın səsi, Qarabağın şikəstəsi, könlüm keçir Qarabağdan. Qarabağ var. Göygöl var, deyir, göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göygölə bax, Kəpəz dağdan. Bax, Kəpəz dağının adı da çəkilir. Göygölün də adı çəkilir, Qarabağın da adı çəkilir. Daha sonra Qazaxın da adı çəkilir. Deyir ki, min Qazaxda köhlən ata, yalmanına yata-yata. Qazaxın da adı çəkilir. Daha sonra Göygölündə Bakı şəhəri də var. Deyir ki, bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq. Deməli, Bakının da adı çəkilir. Qaldı nə? Qaldı burada Dağlıq Qarabağ, Göygöl rayonu. Göygöl rayonu. Hə, Göygöl rayonu. Burada Göygölə bax, Kəpəz dağdan Göygölə bax. Burada Göygöl rayon olaraq bircə saniyə. Deyirəm axı. Bu da var, bu da var. Dağlıq Qarabağ da var. Amma Göygöl rayon olaraq bunu mən heç fikir vermədim. Burada gölə deyibdi. Burada rayon olaraq yox. Deməli, cavabımız oldu D bəndi. Göygöl göl olaraq tərənnüm edilmişdir. Rayon olaraq yox. Variantlardan birində bir-birinə əks cəbhədə verilən obrazlarda səhv var. İlyas, Teymur, aha. Deməli, İlyas Teymur, Vaqif Qacar, Əli bəy Teymur, Vəzir Kürd Musa, Xuraman, Tükəzban. Deməli, əks cəbhədə verilən obrazlarda səhv var. Əks cəbhədə, yəni bir-birinə zid. İlyasla Teymur, bəli, İlyas xəyanətkar bir obraz idi. Teymur isə əksinə baxmayaraq ki, Qacarın dəstəsində idi, amma ədalətin tərəfində idi. Deyirdi ki, Eldar qırır, haqqı da var. Vaqif Qacar, yəni orada əskər deyəndə ki, Eldar qırır, sərçə kimi qırır bizimkilər, deyir, haqqı var. Çünki deyir, bura deyir, onun torpağıdır. Vaqiflə Qacar, bəli, bunlar da əks qütbdədirlər. Əli bəy və Teymur. Əli bəy və Teymur. Deməli, Əli bəy kim idi? Əli bəy, deməli, Vaqifin oğlu idi, müsbət obraz idi, vətənpərvər idi. Teymur da müsbət obraz idi, vətənpərvər idi. Biz bunu əks qütbdə götürə bilmərik. Biz bunları əks qütbdə götürə bilmərik. Vəzirlə Kürd Musa, bəli, bunlar da, məsələn, Kürd Musa vətənpərvər idi, vəzir isə sadəcə deyirdi ki, sizdə fəzilət də var, nə bilim, nə də var. Bunlar da, yəni, əks qütbdə idi. Xuraman, Tükəzban. Xuraman şöhrətpərəst idi, Tükəzban isə yox. Bunlar da əks qütbdür, yəni bunlar da doğrudur. Cavabımız olur Y bəndi. Belə. 43-də deyir, Vaqif dramı ilə bağlı doğru olmayan variantı müəyyən edin. Yəni, bizdən yanlışı istəyir. Baxaq. Dramda müəllif bir sıra nə ilə bağlı? Dramı ilə bağlı. Dramda müəllif bir sıra problemlərin bədii həllini versə də, tarixi hadisələr sərbəst yanaşmamışdı. Xeyr, sərbəst yanaşmışdı. Nəyə görə? Bu yanlış fikirdir. Çünki əgər sərbəst yanaşmasaydı, o olduğu kimi verərdi hər şeyi. O sərbəst yanaşıb, o öz fikirlərini oraya əlavə edildi. O, belə deyədə, bir növ yanın, yörəsini bəzəyibdi, sonra bizə təqdim edibdi. O, olduğu kimi versəydi, yəni sərbəst yanaşmasaydı, yəni belə deyədə, onu o tərəf bu tərəfin bəzəməsəydi, biz sadəcə orada bir tarix, hansı ki, tarixdən necə oxuyuruq, bir ardıcıllıq, xronologiya görərdik. Burada isə bədiylik görürük. Deməli, sərbəstlik var. Daha sonra Qacarın doğma dilinə mənsub olduğu xalqa nifrəti Vaqiflə qarşılaşma səhnəsində üzə çıxar. Bəli, doğru fikirdir. Deyir ki, yalnız bir şərtin var, fars dilində yazacaqsan. O da deyir, sən Azərbaycanlısan, necə fars dilində yazmağımı istəyə bilərsən? Vaqif həyata baxışının aydınlaşdırılmasında rolu olan Xuramanı əsl qiyməti elə Vaqifin özü verir. Vaqifin həyata deyir, baxışının aydınlaşdırılmasında rolu olan Xuramanı əsl qiyməti elə Vaqifin özü verir. Vaqifin özü yox, belə deyək, Xuraman bir növ öz əməllərinin, belə deyək, necə deyərlər, Vaqif öz əməllərinin qurbanı, Xuraman öz əməllərinin qurbanı olur və Vaqif özü verir əsl qiyməti. Bəli, bu doğru fikirdir əslində, çünki Vaqif sonda görür də, yəni Xuramanın necə bir obraz olduğunu görür, necə bir xəyanətkar olduğunu görür və sonda deyir ki, deyir, tacidarım, o da deyir, nədir, nə deyirsən, vəfalı yarım. Orada bir növ kinayədən istifadə edir. Bu da doğru fikirdir.
Vaqif əsər boyu bütün hökmdar obrazları ilə konfliktdə mənəvi cəhətdən qalib gəlir. Doğru fikirdir, həm Qacarla, həm İbrahim xanla. Vaqifin Qacara verdiyi bütün cavablar onun mənliyinə uyğun idi. Vaqifin Qacara verdiyi bütün, bəli, Qacarın mənliyinə uyğun idi. Doğru fikirdir. Səməd Vurğun Vaqif əsərlə bağlı olan hansı fikirlər göstərilən obrazlardan heç birinə aid deyil? Baxaq. Deməli, deyir, Eldarı öldürmək istəyən xanın casusunu məhv edir. Səməd Vurğunun Vaqif əsərlə bağlı olan hansı fikir göstərilən obrazlardan heç birinə aid deyil? Göstərilən obrazlar Vidadi, Kürd Musa, Əli, Xuraman. Baxaq. Eldarı öldürmək istəyən xanın casusunu məhv edir. Yəni İlyası kim öldürür? İlyas istəyir ki, Eldarı arxadan vursun. Bu zaman Kürd Musa onu görür, Kürd Musa gidib onu öldürür. Deməli, burada Kürd Musanı görmüş olduq. Və aid deyil deyirsə, biri götürmürük, çünki aiddir. Xanla münasibəti pozulan Vaqifə narahatlığını bildirir. Əgər Vaqif vəzirlikdən uzaqlaşdırılarsa, dolanışıqlarının necə olacağını soruşur. Bu Xuraman idi. Bəli, burada Xuraman var. Qacardan xahiş edir ki, Vaqifi öldürməsin. Bu Vidadi idi. Görək varmı burada? Bəli, Vidadi də var. Xuramanın xəyanətini öyrənəndən sonra onu cəzalandırmaq istəsə də atası icazə vermir. Əli bəy. Bəli, Əli bəy də var. Qacarın əlindən qaçan Gürcü əsirlərin Tiflisə getməsinə kömək edir. Bu Eldar idi. Burada Eldarın adı varmı? Yoxdur. Deməli, Eldar idi burada. Eldar. Baxın, Tiflisə getməsinə kömək edən Eldardır. Tiflisə getməsinə kömək edən Eldardır. Amma əsirlikdən azad olunmasına kömək edən isə kim idi? Qapıçı Zülfiqar idi. Qapıçı. Yəni, belə deyək, bir növ əsirlikdən qaçmasına kömək edən qapıçı olur. O, Qacarın yanından qaçmağa. Amma sırf Tiflisə getməsinə kömək edən isə Eldar idi. Amma Eldarın da burada adını görmürük. Burada cavabımız olur nə? Yalnız 5. Yəni Y bəndi. 45-ə baxırıq. Səməd Vurğun Vaqif əsərlə bağlı Eylivren diaqramının heç bir xanasına yazılmayacaq fikirləri deyir seçin. Nə bura yazılsın, nə bura yazılsın, nə də bura. İbrahim xana bildirir ki, qoçaq olan xalqımıza zülm etməkdən əl çəksin. Şah Qacar, bir də Vaqif bildirir, qoçaq olan xalqımıza zülm etməkdən əl çəksin. Bircə saniyə. Şah Qacar, bir də Vaqif. İbrahim xana bildirir ki, qoçaq olan xalqımıza zülm etməkdən əl çəksin. Bu Vaqifə aid eləyə bilərik. 1. Doğma dilini, xalqını sevmir, nifrət edir. Bu Şah Qacara aid eləyə bilərik. 2-ni bura. Zindan nədir? Zindanda ömrünün son günləri keçir və sonda öldürülür. Öldürülmək səhnəsi nə Vaqifdə var, nə də Şah Qacar öldürülür, amma zindanda öldürülmür də. Deməli, üçü götürürük. Daha sonra Qacarı ölmüş görüb onu İran torpağına ləkə adlandırır. Vaqif. Qacarı ölmüş görüb onu İran torpağına ləkə adlandırır. Özü İran torpağına. Biz Vaqifə bunu bir görmürük Vaqifin nitqində. Misri qılınc görəndə çaşıb qalır. Bu Şah Qacar idi ki, Misri qılıncı görəndə çaşıb qalır. Bunu Şah Qacara aid edə bilərik. Yəni, bura yaza bilərik. Vaqifə təklifi belə idi ki, türkcə yazsa sağ qalacaq. Türkcə yazsa sağ qalacaq. Türkcə yox, farsça. Bunu da əslində əgər farsça desəydi, Şah Qacara götürə bilərdik. Amma türkcə yazdığı üçün heç birisinə aid deyil. Deməli, cavabımız olur nə? 3, 4, 6, yəni C bəndi. 46-ya baxırıq. Nə deyir? 5 xanalardan, bu xanalardan yalnız birinə yazılacaq fikri müəyyən edin, deyir. Xan, İbrahim xan, Vaqif, doğru fikirdir. Bura doğru fikir. Bir də Xurşudbanu Natəvan haqqında yanlış fikir. Baxaq. Və deyir ki, yalnız birinə yazılacaq fikri deyir, deyin. Xalqının rifahını düşünməyən başçıdır. Bu İbrahim xan üçün doğru.
düşünməyən başçıdır. Bir nə yazılacaq? Bu deməli xalqın rifahını düşünməyən başçıdır. Bunu bura götürə bilərik. İbrahim xan üçün götürə bilərik. Amma Natəvan üçün də götürə bilərik. Çünki Natəvan üçün də yanlış fikirdir də. Ona görə bu getdi. Həm bura götürə bilərik, həm bura. Müəllifin hadisələrə müdaxilə edə bilmədiyi əsər qəhrəmanıdır. Deməli, Natəvan əsəri, Xurşudbanu Natəvan. Yalnız birinə yazılacaq fikirdir. Aha. Bəli, bax bu, deməli, yalnız birinə yazılacaq fikir. B-ni həm buraya yaza bilərik. Oxuya bilmirəm ki, görün burada nə yazıb. Müəllifin hadisələrə müdaxilə edə bilmədiyi əsər qəhrəmanıdır. Biz bunu, bircə saniyə. Biz bunu həm bura götürə bilərik, həm də bura götürə bilərik. Görək bizdən nə istəyir. Qoy bircə saniyə testin özünü açalım, sualı tam görüm. 46-cı sual görək bizdən nə istəyir. Səhifəni tapaq. Səhifə 239. 239'a baxaq. Aha, deyir ki, bircə saniyə, 239 yox, 240. Boş xanalardan yalnız birinə yazılacaq fikri seçin deyir. İbrahim xan Vaqif haqda doğru fikir. İbrahim xan, yəni İbrahim xan haqqında doğru fikir olsun. Natəvan haqqında yanlış fikir olsun. Və deyir ki, yalnız birinə yazılacaq fikir. Xalqının rifahını düşünməyən başçıdır. Bunu yalnız deməli İbrahim xan üçün yaza bilərik. A-nı bura yazırıq, amma B yaza bilmirik. Yalnız birinə yazılacaq fikir. Bura yaza bilmirik. Müəllif hadisələrə müdaxilə edə bilmədiyi əsər qəhrəmanı vətənin bir günündə qaçmağı seçir. Bu İbrahim xandır. C-yə bura yaza bilirik, bura yaza bilmirik. Müstəqil olan xanlığın xanı idi. Müstəqil olan xanlığın xanı idi. D bəndi. Ayıq xalqın haqqını anlayacağını bilir və xalqın kör qalmasının tərəfdarıdır. Bu da Y. Aha. Yalnız birinə yazılacaq fikir. Seçin. Burada əslində sualın qoyuluşunu düz qoyulmayıblar. Burada yalnız birinə aid olacaq yox, hər ikisinə aid olacaq fikri deyir. Yazılmalıydılar. Aydındırmı? Burada yalnız birinə deyəndə biz hamısını götürə bilirik. Biz hamısını götürə bilərik. Sualın qoyuluşu doğru deyil. Aydındırmı? Sualın qoyuluşu doğru deyil. Burada cavabımız olacaq əslində nə? B bəndi. Amma B bəndi olanda necə olacaq? Məsələn, bax, biz burada İbrahim xanın hamısını bu tərəfə aid edə bilirik, bu tərəfə aid edə bilmirik. Onda belə götürəndə hamısı aid etmək olur. Yalnız birinə yazılacaq fikir deyirsə, bəli, B-dir, amma sualın şərtinə yox, hamısına yazılacaq fikir olmalıdır. Yalnız birinə yox, hər ikisinə, hər ikisinə. Hər ikisinə. Daha sonra 47-yə baxırıq. Hansı fikir nə Koroğluya, nə də Vaqifə aiddir? Həmzənin qıratı qaçırması boyundan gedir söhbət. 47-ci sual. Baxaq. Deyir ki, xalqının hüquqlarını müdafiə edirdi. Bu hər ikisinə aiddir. Koroğlu da Koroğlu, Vaqifdə də Vaqif. Mənəmlik etməsi yoldaşları tərəfindən yaxşı qarşılanmır. Nə də? Burada da heç birisinə aid edə bilmərik. Düşməni canını qurtarmaq üçün bürcə çıxır. Düşməni canını qurtarmaq üçün bürcə çıxır. Bunu Koroğluya aid edə bilərik. Amma Vaqifə aid edə bilmərik. Düşmən şahın hüzurunda özünü mərd və ötkəm aparır. Düşmən şahın hüzurunda, bu da hər ikisinə aiddir. Həyat yoldaşının xəyanətini həyatının sıradan bir onu hesab edir və onu bağışlamır. Bu yanlış fikirdir. Çünki bu
Bu heç birinə aid deyil. Niyə görə? Çünki Vaqif bağışlayır axı. Vaqif bağışlayır. Hə, bağışlamır desəydi, bəli, deməli Vaqifə aid olardı, Koroğluya aid olmazdı. Amma Vaqif bağışlayır axı, deməli nə Vaqifə aiddir, nə də Koroğluya aiddir. Bağışlamır məsələsi. Bir daha oxuyuram. Deyir, hansı fikirdə nə Koroğluya, nə də deyir Vaqifə aid fikir var. Yəni Həmzənin qıraatı. Xalqının hüquqlarını müdafiə edir hər ikisi. Mənəm-mənəmlik etməsi yoldaşları tərəfindən yaxşı qarşılanmır. Heç burada əslində mənəm-mənəmlik etməsi biraz Koroğluya aid etmək olar. Koroğluya aid etmək olar bunu, bəli. Düşməni canını qurtarmaq üçün bürcə çıxır. Bu da Koroğluya aid etmək olar, amma Vaqifə aid etmək olmaz. Düşmən şahın hüzurunda özünü mərd və ötkəm aparır. Hər ikisinə aiddir. Amma bizə deyir ki, heç birinə aid olmasın. Həyat yoldaşının xəyanətini həyatının sıradan bir oyun hesab edir və onu bağışlamır. Bunu bağışlayır desəydi, bəli, Vaqifi götürərdik və yenə də cavab çıxmazdı. Amma bağışlamır deyirsə, axı Vaqif bağışlayır, deməli nə Vaqifə aiddir, nə də